Ulu Öndər Heydər Əliyevin o zamanlar Pambıqçılıq rayonu kimi tanınan Saatlıya gəlişi İmişli sakini Mirələkbər Həsənovun xatirəsində əbədi qalıb. O, Ulu Öndərlə bağlı xatirələrini bizimlə də bölüşüb. İmişli sakini Mirələkbər Həsənov Ulu Öndər Heydər Əliyevi yaxından tanıyan insanlardan biridir. Elə onun göstərişi ilə Saatlı rayon partiya komitəsinə ikinci katib kimi göndəriş alan Mirələkbər Həsənovun yadında qalan ən maraqlı məqam onun qırmızı əmək bayrağı ordeni alması ilə bağlıdır. Çünki 1973-cü ildə əmək fəaliyyətinə başlayan Mirələkbər Həsənovun 1975-ci ildə bu ordenə layiq görülməsi o zamanlar hər kəsi təəccübləndirir. Hamı məətəl qaldı ki, Heydər Əliyevin gücü Moskvada sözü görünə dərəcədə keçir ki, 2 ildir axırıncı iş yerində fəaliyyətim. 5 il deyir də, 2 ildir qırmızı əmək bayrağı ordeni aldım. Onda Heydər Əliyevin gücünə, onun Moskvada olan hörmətinə məətəl qaldım ki, bu kişi gör nə qədər böyük hörmətli adamdır. Mirələkbər Həsənov deyir ki, Ulu Öndərlə bağlı ən yadda qalan xatirə Saatlıda keçiriləcək zona müşavirəsi ərəfəsində baş verir. Ümumilli lider onu qarşılamaq üçün Dəmir yol vağzalına toplaşan rayon rəhbərlərini salamlayarkən Saatlı'nın birinci katibindən bu il nə qədər pambıq verəcəyini soruşur. Birinci katib 100.000 ton cavabını verir. Ancaq Ulu Öndər sualını davam etdirir. Elə ən maraqlı məqam da həmin anda yaşanır. Bir də sual verdi ki, yoldaş Babayev, yaxşı, 100.000 tonun nə qədərini sən verəsən, nə qədərsin Mahmet? Dedi ki, təzdən zarafat elədi. Dedi, yoldaş Əliyev, o da Mahmet deməyə sırrımdı da biz biraz gözümüz deyəndə əllə çaldı, bir şaqqanaqsı elədi Heydər Əliyev. Mirələkbər Həsənov Ulu Öndərlə bağlı xatirələrini bir an belə unutmur. Onu hər zaman güclü bir insan kimi xarakterizə edir. Şahin Qurbanzadə, Rəhman Əsədov, Mirələkbər Hüseynov, İmişli.